Peşəkar Futbol Liqası 1-ci liqada ayın qol layihəsinə start verib. Layihə çərçivəsində ayın ən gözəl qolunu vurmuş futbolcu və onun formasını giyindiyi klub TFF tərəfindən mükafatlandırılır. TFF-nin yeni qaydaları ilə keçirilən müsabiqədə futbol mütəxəssisləri tərəfindən 1-ci liqada noyabr ayının ən gözəl qolu Karvan Futbol Klubunun oyuncusu Bəhruz Teymurovun Beləliklə futbolçu Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırılır. Mükafatı Peşəkar Futbol Liqasının media və marketing direktoru Sənan Abdullayev təqdim edir. Futbolumuzu almışlayaq. Və xoş gördük əziz tamaşaçılar, biz sizi salamlayırıq. Yevlax şəhər stadionundan bugün burada karvanımız Mingəçeviri qəbul edir və bu görüş futbol saatı ilə, futbol nəbzi ilə birbaşa canlı yayımlanacaq. Ayın qol mükafatına layiq görüldü Bəhruz Teymurov. Mən həm öz adımdan, həm də kanalımız adından təbrik edirik. Artıq hakimlər briqadası ilə bərabər komandalar meydana çıxdı. Və baş məşqçiləri ilk öncə təqdim edeyim. Karvanın baş məşqçisi, çalışdırıcısı 3-cü mövsümdəki komandanın sükanı arxasında olan Kənan Kərimov. Mingəçevirin baş məşqçisi isə Mingəçevirin sabiq baş məşqçisi Elman Soltanov. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Və artıq birinci hissə start götürəcək. Karvan komandası xatirə şəkli çəkdirir. Və gözəl Mingəçevirimiz də xatirə şəkli çəkdirdi. Birazdan görüş başlayır.